Deyər ki, qılınc qurbanam mən. Demir üstüqni xirtliyimə dirəsə də inanımı itirmərəm. Ancaq indi söhbət ayrı şeydən gedir. O nə tər qələb olar ki, qızıl əskər cəbhədən qayıdıb, arvadını başqasının qucağında görər. Bir iş də olub, vallah bir də olmaz. Mən də sirəm olmasın. Bax, elə ona görə də Cəbrail qayıtmayacaq, vəssalam. O hadisədən sonra cümrünü İsfəndiyarəm apardı. Tapdıq da daha evlərinə qayıtmadı. Anamla mən yalvarıb yaxardıq ki, bizim evdə qalsın. Qulaq asmadı. O köhnə, uçub evdə yurt saldı tapdıq. Səhər axşam bütün kənd axşırdı bura. Qocalı cavanlı hamı yalvarırdı ki, tək qalmasın burada. Amma tapdıq inadından dönmədi. Eşidirsən ana? Çalan cümrüdür. Cümrünün tütək çalmağı qutardı da. Sənə deyirəm odur. Axı o bu evdən getmişdi. Həmişəlik getmişdi. Özünü atmağa çıxıb ora. Çalıb qutaran kimi atacaq özünü. Nurun qara, nə durubsuz? Cümrü! Köy salmayın ay uşaq. İndi o öz aləmindədir.